Həm fəqirəm, həm dilənçi, həm məlik, həm padişah. Həm mənəm ustadı sənət, həm onun muzduriyəm. Dəyərli izləyicilər, Kitablar Səltənətinin İnciləri rubrikasında bugün sizə Nəsiminin qəzəllərini təqdim edirik. Sığmazam qəzəlini oxuyub dərk edən insan sanki bir günəş kimi zehnimizdə olan qaranlıqlara işıq saçır. Cənnət, cəhənnəm, fani dünya, bəqa dünyası zərrə-zərrə, qətrə-qətrə qanımıza işləyir. Allah tərəfindən 18 min aləmin insan üçün yaradıldığını haykırır. Nəsimi kökünün də, zatının da haşimilərə, Qureyşilərə bağlandığını qəzəlin sonunda bəyan edir. Gər ki bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, bundan uludur ayətim, ayət uşanlı sığmazam. Allahu Ekber ey səmən, hüsnündə heyran olmuşam. Qövs-ü güzehdir qaşların, yayına qurban olmuşam. Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir. Eşqində mən bülbül kimi, aləmdə dəstan olmuşam. Kövn-ü məkandan keçmişəm, məna şərabın içmişəm. Canana üzün görmüşəm, başdan ayaq can olmuşam. Sufi mənəm, safi mənəm, kafi mənəm, ərni mənəm, heyran mənəm, dərd ilə dərman olmuşam. Dəvi mənəm, qazi mənəm, münkir mənəm, razı mənəm, dağı mənəm, yazı mənəm, mən küllü dövran olmuşam. Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm, mömin mənəm, kafir mənəm, dərd ilə dərman olmuşam. Uçmaq ilə rizvan mənəm, damu ilə niran mənəm, dana ilə nadan mənəm, həm in, həm an olmuşam. Gəh çıxmışam İsa kimi çərx üstündə oturmuşam, gah varmışam Yusif kimi, ol Misrə sultan olmuşam. Sərraf-ı bəhri qüdrətəm, yaquti şan-ı vəhdətəm, şimdi Nəsimiyəm bugün, xak ilə yeksan olmuşam. Qəzəli səsləndirdi Cavanşir Əliyev.